Herkese selam, YouTube kanalımıza hoş gelmişsiniz. Parmağıma elime vurdun. Ne? Benim elin üstüne vurdun. Abur cubur mekanından büyük bir abur cubur çantası ile karşınızdayız. Sevirik böyle videoları bilirim. Vəhşi kardeşim stikerleri koparttığına göre. Bunu kim açıb? Ooo. Bunu kim açdı? Ne kadar abur cubur var burada. En maraqlısı budur. Turş konfet amilin siması. Məncə budur. Suyun içine atırıq, sonra qarışdırırıq, içəcəyik. Yox. Bax. Bir dəqiqə qardaşım. Yox nədir? Elə də Söz böyüyün, yol da böyüyün, su da böyüyün. Məncə ən maraqlıdır. Yox, içində. Yox. Hə. Yedinləmizə atıq. Yox. Deməli, məhsulları hardan əldə eləmişik, qeyd eləyəcəyik Instagram səhifəsində, YouTube, TikTok səhifəsində və nömrələrində də. Qiymətləri çox münasibdir. Biz oradan sifariş vermişik. Deməli, birinci mənim üçün maraqlı olan gələndən gördüm buna pişmişəm. Mən də. Baxın, bir damcı Evli Amil oxşuyur. Çox bilmiş, Bu da sənə oxşuyur. yerində dinç dayanmır. Bu da sənə. Mən açacağım. Mən seçmişəm. Burada bir kəpənəyi də var. Nə şirindir. Görək necədir dadı. Nə var? Yaxşı. Rezinli iplər buradan xoşuma gəldi. Qablaşdırılması. Aça bilmədim. Bir bal kəsirəm. Bu şeydir. Kəpənəklər. Baxın. Belə. Mənim özü bana gəl. Bazı uşaqlar. Belə üzük. Çox şirin. Yaxşı. Baxın. Başını qoparacağam. Məni əsəbləşdirsən. Gördün? Yox. Baxaq tadına. Çayla çox qəşəng. Mən çay qadınıyam. Sən içərsən, içməzsən məni maraqlandırma. Lap köhnə. Lap mən Bu kondet. bir dəqiqə. Beynimin harasındadır bu şey. Qulaq asla. Mən uşaqlıqdan danışanda sən nə belə eləyirsən? Mən uşaq olanda köhnə konfetlər olardı, belə sarı qabıqlı açırdıq, armud stəkanla içirdik nənə baba evində. Bax, biraz onu andırdı. Sən nə bilərsən? Sən indi, ay nə bilim, Kinder, Ozma, düz bizim dövrümüzdə də vardı, amma biz Kinder az görürdük. Nəysə, buyur, səninlə hansı maraqlıdır? Bu nədir? Təkərdir o. Yoğurt. Yox, bilmədim nədir. Qəribədir. Aydın, töküləcək üzümə falan. Qardaşım 4 saat əlləşdikdən sonra, 4 saatdan sonra Amir axır ki, qoxusu çox qəşəngdir bu arada. Necədir? Altında nədir onun? Baxın. Gəl. Belə bir jelibon kimi məhsuldur. Necədir tadı? O zaman. Nə? Sürüşkəndir deyə. Sürüşkəndir. Necə getdi belə? Qult etdi. Bir də içkilərin dadına baxaq. Belə bir içkiləri var. Bunun bəziləri olur ki, çox dadlı olur. Bəziləri olur. Sən Bəs o qədər içə bilməyəcək. Çiyələkləri və içində çiyələk dilimi var. Bunu da içirik. 317.000 YouTube izləyicisinin sağlığına böyük bir kütlə olmuşuq. Böyürük. Çox tatlı. Birinci səndə dadını bilmirsən, sonra qəşəng. Ağzınız dadını bilirsiniz. Favori içkilərimizdən oldu. Bunun acılısı. Ayda, axırda eləyərdin də onu. Təbii ki deyil. Yaxından göstər duram. Acı, bir dənə konfet var uşaqlar. İçindəki konfetlər qulaq çirin dadını verir. Necə bir şeydir görəsən. Birinci sən, sonra sən yeyəcəksən. Biri çox acı. Şanslı. Tamam, şans oyunu oynayaq. Şans sonra. Qorxuram. Bu böyükdür. Bundan şübhəli. Mən bunu seçdim. Mən də bunu. Qara, o qırmızı mı qara? Pişsin.
Yaxşıyam. Qızsan? Yenə? Yox. Başqa vaxt oynayarıq. Aha. Qardaşımın seçimindən sonra, bu arada çox qəşəng oyundur. Onu alıb mütləq oynayın. Bu hə. Baxın, bunları çox sevirəm. Bunların da o qədər məhdəşəm. Hə, mən də o göz olanı denəyəcəm. Yox, nə qarpız. Bilmirəm də. Bu qarpız olandır. Biraz ağız tamı dəyişsin deyə bundan biləyəm. Qarpızdır, hər şey dadlıdır da. Qarpızdır, nə dadsızdır. Yazın uşaqlar, qarpızdır, nə dadsızdır. Mürəbbəsi. Qarpız mürəbbəsi olur. Bəlkə oldu dadlı, söyləmir. Hə, bütün mürəbbə. 8 ayaqların mürəbbəsi də olur, tutması da olur. Qarpızın mürəbbəsi, düz deyil. İlk dəfə getmişdik bir məkana. Adını çəkmək istəmirəm, çox yaxşı məkanlardan biridir. Hətta mamanı aparmışdım. Getdik, dedim ki, qarpız mürəbbəsi var. Afiyat belə dedim mənə. Xanım, nənəm bu il az düzəldib ondan, ona görə qalmayıb. Belə baxdım ki, nə məşanım? Əslində çox yaxşı təbii düzəldirlər də, yəni mürəbbələri xoşuma gəldi, amma ay nənə biraz çox düzəltdi, qarpız mürəbbəsini gedəndə biz də yeyək. Aha. Sonra bunun belə portaqallısı var. Ay çox dadlıdır. Bunu alın çantanıza atın. Maşında səyahət edəndə ürək bulanmanız falan. Eynən. Əladır. Bu gün nəsə beynim asılır. Sonra mən bu mega sour, turş. Yenə ən göstər. Sən çox tökmə. O qədər tökmə. Oha. Sizin də qardaşınız belə vəhşidir. Şərhlərə yazın. Bundan çoxlu yemədinsə bu nə video oldu? Turş deyil. Ciddən turş deyil. Elə bir ki, turş halva yeyirəm. Turş deyil ciddən. Halva dadı aldım. Plastik dadı aldım. Çox maraqlı. Bunun çələngsin etdirəm. Hədə yaxşı dadarıq biraz. Nədir bu? Yox. Yox da bunu açmışam da. Hə, konfetin ortasına. Hə, o. Ver açım. Aha. Belə konfetləri olur. Belə yumru konfetləri olur. Və həmin konfetlərin ortasına bu fərqli abuzlar yapanlar lütfən paketləmənizi rahat açılacaq bir şəkildə yapın. Hala gətirin. Hamı soruşur. Amil neçənci qrupa hazırlaşır? 8. Amil buyur, cavab ver. 8-ci qrup. Özün haqqında məlumat ver. Mən qrafik sənətkar olmaq istəyirdim. Lakin ailəm icazə vermədiyi üçün 4-cü qrupa hazırlaşıram. Bəli, həkim olacaq. Görək xeyirlisi. Pasnəyan. Sonra dadlıdır. Mənim sevdiyim tuş budur. Qəşəng. Görəcəm sənə sevdiyin turşu. Saxla onu, sus. Qəşəng. Bir də adiyə mən istəyirəm. Adi görməyək dadı. Bunun hansını dadına baxaq, ikisini açmayaq. Yormayaq zərcələri. Bu da var. Məncə böyükcən çox maraqlıdır. Böyükcən. O adidir. Məncə bu. Yaxşı. Çünki şeylərini də artıq bilirik. Yaxşı. Böyükgənli konfet. Xoşlamadım, böyükgən dadı gəlmir. Gəlir. Sən sən damaq zövqün yoxdur. Nəysə. Gəlir. Bu normal idi. Bu mega turşudur. Ayda, dedim canım tutanmışdı sandım. Hələ bu normal idi bayaq dediyimiz. Dedim hələ az tökür, dedim. Baxın. Belə də çox tuş deyil. Sən.
Mən də hamısını ağzıma attım ki, turşu deyil. Beğenmedin. Yo, çok tatlıdır. Bunu atın çantanıza. Neyse. Sonra ne var burada? Bir de iki dəfə sən seçdin. Bir bu, bir də onu. Turşu ben seçmem mi? Sus. Turşu sen seç. İşte turşlardan bir canımız kurtalsın. Artık bir damak tadımız turşu olsun da. Hemen tutardın. Ay ay, bu ne şirin kardeştim. Açılışını öyrədin nə olar? Oo, uje çok fərqli turşular var burada. Bu çocuk neden böyle? Aha. Hansı rəng? Aldatacaksan bakıram sana. Yo, anlatmayacağım. Göz seçeceğim. Turşu değil. Mən qalib gəldim. Ay, çok şirin tatlı bu. Şirindim. Ne bakayım. Ne? Bu turşu da. Zakutun. Orada gözü yaşandı. Çok güzel. Onda bu, duzun onda, bu o kadar değil. Orada Amilin neyse böyle pis bir şey yer, gözü yaşar, pis oluram. Hadi. La yeçeler ya, la yeçeler. Sen ne bak geldin bu oyun beni keçdi. Ağlama, her şey yaşanacak. Ne olur ağlama. Zırt. Maşirəsidir, bunu heç birimiz sevmirik deyib dadına baxmayacaq. Niye ki? Bana baxırsan. Tamam, maşirəsi, mənim maşirəsinə ilə daram yoxdur. Amir buyur. Bir dakika, bunun başkası da var. Bu da şeftalı. Çaftalı var. Bu uşaqlar üçündür. İğrenç tadı var. Özü sen şeftal doydu, portakal da Allah'tım. Yox, belə də. Sən biraz mənə manipulyasiya elədin, nə? Ben hoşlanmadım yani, sen hoşladın. Sen seversin sevmezsin, ben alakadar. Yok, soğucu değil. Soyuducudur. Koymuşsun, pis tadı vardı. Allah çeyrek, bak böyle garip şeyler. O böyük çeyrəyin içində bir balaca çeyrəklər çıxıb. Çeyrek değil. Bax, nəyin üstünə çeyrək şəkli yapışdırırsınızsa, xahiş edirəm ondan sırf çeyrək dadı gəlsin. Yoksa böyle eləməyin. Yəni aldatmayın, çeyrəyi göstərtməyin. Ya. Koymuruq da. Hə. Sonra artıq suyun içi. Paçadan axırsan bax. Sırmışam. Bax, götürdün bir de kulpun. Sonra attın şeyə. Suyun içinə. Hə, sonra da qarışdırırsan, içi yoğursun, o ye. Yaxşı, onun axırda baxarıq. Onu niye içirsən? Çox sağ olsunlar. Belə mini turbuşka qoyublar, amma biz bunu indi görürük. Bilirsiniz, pizza formasında. Bunu çox sevirəm mən. Bunun dizaynı mənim o qədər xoşuma gəlir. Nasıl asla? Ne yaptın? Sən dayan. Bir dakika, pizzamız hazırdır. Yaxşı, amma eləmişsən ki, sən də. Ne var ki? Belə maraqlıdır. Jerbom. Yine kurdumuz buradadır. Jerbom severiz. Sadece yumurtanı sen yedin, bu sefer ben yiyeceğim. Bu içindəki jerbomlar dadlı olur ha. Hər jerbom dadlı olmur. Məsələn, baxın. Bunların dadına baxaq. Açmaq da olmur. Belə biraz fresh, biraz yüngül dadı var yəni. Yedikcə yeyərsən, səni yormaz. Belə bir dadı var. Bu da maraqlıdır. Amir hələ 3 saatda onu açıb qutara bilmir. Geldim. Necədir? Mən bunu çox bəyəndim. Değil. Bəyənmədin? Güzel. Tamam, al bu içki dadı bax.
Almalı. Çeyrək dadlı. Bunu da içirik. 318. Şərh yazan, daima bizi izləyən və videonu like edib abunə olun. Alma düşəsi. Alma düşəsi. Dadlıdır. Dadlıdır, mən tıkladım. Keçən videodan baxanlar bilir. Mən bunu eləyə bilmirdim. Artıq öyrəş. Amma nə eləyim ya, Amilin ağzı geçədir. Amilin ağzısı bir balina kimi. Mən ağzımı boyda aça bilmirəm axı. Ha? Ona qədər mən də bunu deneyim. Bacardım. Ana bax. Bu nədir? Hala. Şey formasında. Ponçik. Ha. Qoxusu nə qəşəngdir. Çox bəyəndim. Və digərləri də belə jelibon kimidir. Yəni buna nə deyirlər? Onu böyle sizi yormuruq. En son Bax, yenə yadımızdan çıxmasın. aha, en son dadına baxacağıq. Bunu da bilirsiniz əslində. Amma biz fərqli dadlar eləmişik, bunu eləməmişik. Sırf bunu eləməmişik. Hə, açmıyor. Açdım da hamısı. Almanı sən açdın. Belə çubuqları olur, bilirsiniz. Batırırsan jeleyə. Nasıl turşdu bu? Mən bunun bütün növlərini sevirəm. Çox qəşəng. Son olaraq ki, səni yadımdan çıxsa da su doldur gətir. Bunun bir dənəsini necə götürəcəksən, hə? Ay, belə. Ya. Qaldı burada şey. Bunu dondurmanı yıkayım. Görsən git. Ay da iğrenç səni bir şey olur. Neydi bunu? Nedir? Bunu dondurursan deyirəm də sənə. Of. Ana heç şeyim almam deyir, qoy qırağam. Ne güzel. Adi süt. At. Sona qədər baxdığınız üçün təşəkkür edirik. Like etməyi, abunə olmağı, şərh yazmağı unutmayın. Amil blok atın. Sağ olun, sizə müayət olun. Bye bye. Sağ ol.